Bir camiə onda güclü olar ki, onun içərisində həm döktür ola, həm qarqaşad ola, həm motad ola, həm ağıllı ola, hər cürə adam ola və həm bastaqların içərisində ədəbi halət ola, həm tarix ola, həm şah ola, həma bir pək kamil ola. İndi Bozqurd simgəsi də bu türklərin fərhəngininğəni olmağına fəqət bir dənə iz qatıbdır. Bozqurd simgəsi bunu göstərmir ki, mən nasionalistəm, qovmgəriyəm, ifratiyəm, yox. Fəqət bunu göstərdir ki, mənim etiqadım var bir dənə osturəyə, bir dənə dastana, həmin Ərgənəgün dastanına. Tutuldu getdi, türklərin inancıdır, türklərin fərhənglərinin qəni olmağıdır. Deyirəm, eynən buna taydı ki, biri ki şahnamə oxuyur, deyəsən ki, sən sırf şahnamə oxuyursan, sən nijadpərəstsən, nasionalistsən, pis adamsan. Əslən rəbti yoxdur. Biz türklərin də bütün dünyada olan qovmlara tay, ellərə tay tariximiz var, osturələrimiz var və fəqət bu Bozqurd osturəsinin əlimizlə də göstərə bilirik ki, bu özünə görə bir dənə gücdür, bir dənə məziyyətdir bizim öz fərhəngimizə görə. Və qərar deyil ki, hər ləhazdan biz asimilə olaq. Qərar deyil ki, fəqət biz Qərbi təkin olaq, Avropa təkin olaq. Öz inanclarımızda gərək saxlayaq. Necə ki, məsələn deyirəm, bütün ölkələr budur. Çin öz əjdər ya həmin əjdahasını saxlayır, simgə halətdə eləyibdir. Yəni indi biz deyə o Çinliləri ki, əjdaha simgəsini cürcəyirlər ya nəqqaşını çəkirlər, onlar nijadpərəstdirlər, onlar nasionalistdirlər. Yox, onlar öz osturələrindən, öz fərhənglərindən difə eləyirlər. Mən də bu cür. Mən də Bozqurddan ki, öz simgəmdir, ondan difə eləyəcəm. Və oradan ki, başaram asimilənin qabağında dayanacağam. Liza bu ki deyək, Bozqurd simgəsi yaxşıdır ya pisdir? Mütməyin olun pisdir ki, heç bizə də yaxşıdır. Çünki bəs olur mənim öz fərhəngim, öz eytəd həmin fərhəngim müqavim ola, o birisi fərhənglərin təcavüzünün qabağında.